Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Azərbaycanda yaşayan və burada riyaziyyat müəllimi işləyən Övgün Ezdemir adlı Türkiyə vətəndaşının 2 gün əvvəl səfər etdiyi Ermənistanın paytaxtı İrəvanda çəkdiyi video sosial şəbəkələrdə maraqla qarşılanıb. Məlumat verilir ki, 6 aydır Bakıda yaşayan Övgün Ezdemir Türkiyə vətəndaşı olduğu üçün Ermənistan səfər etməsində heç bir problem olmayıb. O, paylaşdığı video vasitəsilə İrəvandan bütün Türk dünyasının Novruz bayramını təbrik edib. Övgün Ezdemir həmçinin Azərbaycanın qədim torpağından Azərbaycanlılar, o cümlədən Qərbi Azərbaycanda olan insanları salamlayıb. Övgün Ezdemir bildirib ki, Azərbaycanın bir parçası olan İrəvana səfər etmək onun çoxdankı planı olub. O, İrəvana necə getməsində də danışıb. Əlavə edib ki, şəhər heç də erməni mediasının göstərdiyi kimi ürəkçan deyil. Özdemir deyir ki, İrəvan qədimdən min illər boyu Azərbaycan türklərinin məskanı olub. Bu torpaqlardan 2 milyona yaxın Azərbaycan türkü zorla çıxarılıb. Buna görə də o, Qərbi Azərbaycanda olan dostları üçün İrəvandan torpaqda gətirib.